Değerli izləyicilərim, Allahın salamı olsun sizlərə. Sizə yenə bir təcili variant tapmışam. Özdə harda bu evi alan adam məndən qonşu olacaq. Bax, 114 əmlak. Bax, bu binada. 2 otaq, full əşyalı, full təmirli. Burada haradır? Bilməyən deyim. Heydərli Parkı, Təzə Bazar, düz Xırdalanın mərkəzində. Full əşyalı, çox gözəl bir evdir. Gedək evimizə baxaq. Bax, bu nə qədər üstündə verilir. Değerli izləyicilərim, hər bir şey evin içində qalır. Görürsünüz də necə huzur dolu bir evdir. Kvadratı da 64 kvadrat idi da, Kərbəla səhv eləmirəmsə. Full əşyalı yeri gördünüz də, düz Xırdalanın mərkəzində, Heydərli Parkının yaxınlığında. Təmirdən sonra deyərəm ki, çox az bir müddət yaşayış olub. Harasa 2 ay, 3 ay belə olar, olmazdı. Ev demək olar ki, sıfırdır. Zal studio tipli bir evdir. Paltar yuyanıdır, soyuducusudur, canım istədirsən. İndi xırda şəxsi əşyaları deyə bilmərəm. Televizoridir, kondisioneridir, hər bir şey mənzilin içində qalır. Bura mənzilimizin giriş hissəsidir. Bax, gözəl, girişdə solda belə dolabımız yığılıb. Kermoqranat olan hissələr hamısı istiboldur. Duş kabinlə mövcud olan belə bir gözəl hamam, sanzol hissəmiz mövcuddur və sağda da bizim yataq hissəmiz yerləşir. Gəl yataq otağımızda göstərək Şəbala dəyərli izləyicilərimizə. Onu da nəzərinizə çatdırım ki, Şəbala bir dənə mənə göstər qurban olum. Mənzilimizdə 2 dənə kondisioner var. Bax, biri qonaq otağında, biri yataq otağında. Hər biri mənzilin içində qalır. Bax, taxtına kimi, dolablarına kimi hər biri mənzilin içində qalır. İstilik sistemimizdə kombinli əşyalar da hamısı demək olar ki, sıfırdır. Bir dənə evdən stol çıxır. Gördüyünüz o stol. O da ki, cehizlik olduğuna görə sahibi onu götürür. Buradan da balkon hissəmizə, bax belə, balkon hissəmizə çıxışımız var. O da kombimizdir, bax. Kombimiz də təzədir. İndi bu evin qiyməti deyəsiniz ki, indi Kərbəla deyəcək ki, 120 min, 125 min, 118 min, yox. Qardaşım, bu evin qiyməti elə bir qiymət deyəcəm, 100-dən aşağı. Cəmi cümlətanı 97.500 manata, 64 kvadrat, full əşyalı Xırdalanda, Heydərli Parkının Təzə Bazarın düz yaxınlığında, Xırdalanın mərkəzində, ürəyində. Allah alana da, satana da xeyir versin inşallah. Biz də 114 əmlak olaraq hər birinizin xidmətindəyik.